İyun ayının 21-də Azərbaycanda keçiriləcək UFC kartında Tofiq Musayev təcrübəli UFC döyüşçüsü Oralbay ilə qarşılaşacaq. Oralbayın peşəkar karyerasında 13 qələbə və 2 məğlubiyyət var. Onun UFC-də 2 qələbəsi və 1 məğlubiyyəti var. Əmyerlimizin isə hesabında 22 qələbə və 5 məğlubiyyət var. Döyüşü təxmin edəsi olsaq, hər iki tərəf olduqca təcrübəli, texnikalı, dözümlü və fiziki cəhətdən güclü idmansıdır. Döyüş keçmişləri olduqca ciddidir. Avantaj və dezavantajlarından danışaq. Belə ki, Musayev ayaq üstə döyüşə üstünlük verən, sürətli, dəqiq və nokaut gücü olan idmansıdır. Döyüş planını hücum üzərinə qurur. Ayaq və diz zərbələrindən demək olar ki, istifadə eləmir. Döyüşü yerdə idarə etməyə isə üstünlük vermir. Oralbay da həmçinin ayaq üstə döyüşməyə və hücumda döyüşməyə üstünlük verir. Ancaq güləş hissiyatı və yerdəki bacarıqları nisbətən Musayevə görə üstündür. Fikrimcə Tofiq döyüşü ayaq üstə apararaq əllərlə üstünlük yarada bilər. Hətta nokaut edə bilər. Çünki Oralbay son döyüşündə olduqca zədə almışdı. Musayev isə 2 ilə yaxında qəfəsdə olmur, ancaq daimi olaraq məşq prosesini davam etdirir. Oralbay rəqibinə görə daha gənc olsa da, fikrimcə bu Musayevin əleyhinə olmayacaq. Həm yerlimizi uğurlar.